Qanuni 2 otaqlı Leningrad layihəli mənzil çox münasib qiymətə satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsinin sonunda, Qismət Şahlıq sarayının yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, ideal təmirli və həyata abadlaşdırılmış bir binada yerləşir, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər qarşısında parkı və əlavə olaraq bir neçə avtobus xəttinin dayanacağı da mövcuddur və həmçinin məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsinin sonunda, Qismət Şahlıq sarayının yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli, qazı, suyu, işığı daimi olan, sənədi kupçu olan və həyata abadlaşdırılmış bir binada yerləşir. Təcili olaraq satışa çıxarılıbdır. Bu mənzilin qiyməti 147 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Binanın yerləşdiyi ərazi ilk öncə də bildirdiyim kimi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər parka və bir neçə avtobus xəttinin sonuncu dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.